Moskvada Azərbaycan gerçəkliklərindən, tarixindən, mədəniyyətindən bəhs edən İrs Beynəlxalq jurnalının nəşrinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Rusiya paytaxtında Azərbaycan-Rusiya Federasiyasındakı səfirliyində gerçəkləşən yubiley tədbirində Polad Bülbüloğlu tədbiri açaraq İrs Naslediya jurnalının Azərbaycanın ölkə hüdudlarından kənarda təqdim etməsinin vacibliyini və artıq kifayət qədər oxucu auditoriyasına sahib olmasını qeyd etdi. Радостное событие. Исполняется 10 лет со дня выхода журнала, который называется «Ирс», то есть в переводе на русский язык «Наследие». Jurnal haqqında ətraflı məlumat verən video çarx nümayiş olundu. Jurnalın baş redaktoru Musa Mərcanlı isə çıxışında İrsin məqsəd və vəzifələrindən söz açdı. Jurnal digər millətlərin nümayəndələrini və xaricdə yaşayan soydaşlarımızı Azərbaycanın tarixi, iqtisadiyyatı, indiki durumu, mədəniyyəti haqqında məlumatlandırır. Artıq jurnalın onlarla dildə oxucuların ixtiyarına verildiyi bildirildi. Tədbirdə çıxış edən Rusiyalı tarixçi Oleg Kuzneçov, Bakı jurnalının icraçı direktoru Mariya Timirbayeva çıxışlarında İrsin əhəmiyyətindən, həmçinin Azərbaycan təmsilində böyük rola malik olduğunu nəzərə çatdırdılar. Когда мы по заданию журнала «Баку» ездим в разные страны мира, чтобы рассказать о жизни азербайджанцев в этих странах, практически в каждой поездке нам рассказывают про журнал «Ирс». Нам рассказывают об этом в посольствах, нам рассказывают об этом герои наших материалов. И они не хвалят этот журнал, они просто рассказывают о том, что они там прочитали. И у меня складывается впечатление, что они очень им гордятся. И мне кажется, что они гордятся тем, что ИРС рассказывает гражданам тех стран, где они сейчас живут, о том, как прекрасна их страна, Азербайджан. С гордостью можем отметить тот факт, что этот журнал уже является признанным средством массовой информации, признанным средством донесения информации об Азербайджане во многих странах мира, во многих языках. И поэтому можно учиться, можно обмениваться опытом и с журналом «Ирс», и с Azərbaycanskим konqresim. Yubileydə digər natiqlər də həmçinin jurnalın əhəmiyyətini qeyd edərək, ölkəmizin təmsilində böyük işlər görmüş bu mətbu orqana, kollektivə uğurlar arzuladılar. Ədəbi prosesin mərhələlərinin də bir süjet xətti olduğu İrsdə Qarabağ mövzusuna böyük diqqət ayrıldığı vurğulandı. Moskva şəhərində, yəni Azərbaycandan kənar bir yerdə, uzaq bir yerdə belə bir jurnal buraxmaq özü valla qəhrəmanlıqdır. Və həm də bu jurnal təkcə rus dilində yox, 11 dildə bu jurnalı buraxmaq, dünya yaymaq, Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını, Azərbaycanın tarixini, arxeologiya və Azərbaycanın şəxsiyyətlərini tanıtmaq çox böyük bir iş görür bu jurnalın kollektivi. İrs, zamanın fəlsəfi, estetik və siyasi düşüncə tələbatını tam təmin etdiyindən jurnalın imkanları daha genişdir. Jurnalın baş redaktoru Musa Mərcanlı sonda kanalımıza təşəkkür edərək ayrılan və göstərilən diqqətə görə minnətdarlığını bildirdi. Təşəkkür edirəm İntirazın da dinləyicilərin jurnalı həmişə diqqətdə saxlayır. Bütün vurpuslarda həmişə jurnal haqqında informasiya. 10 il böyük bir Azərbaycan bütün jurnalistlərinin bir yubileydi, bayramıdır və bu bayram hamımıza aiddir. Bütün Azərbaycan haqqında yazan, Azərbaycanı kənarda təmsil edən bütün jurnalistlərin, Azərbaycan xalqının bayramıdır. Mən hamımızı təbrik edirəm və jurnalı oxucularını gələcək bizim uğurlarla sevindirirəm. Nəzərinizə çatdıraq ki, tədbirdə Azərbaycan diasporu ilə yanaşı Rusiya ictimaiyyət xadimləri və Moskvada akreditə olmuş kütləvi informasiya vasitələri nümayəndələr iştirak etdilər. Qeyd edək ki, İrs jurnalının təsisçisi iş adamı İskəndər Xəlilovdur. İqbal Rüstəmov, Şahin Cəfərov, İntiraz Moskva.